Əvvəlcə x kvadratını yazıram. X-ları 1, x-li olanları 1 yazıram. Üstə gəlsin 4x, düzdürmü? Hə? Y kvadratını yazdım. Çıxılsın 6y, üstə gəlsin 13 bərabərdir 0. Uşaqlar, mən görürəm ki, x kvadratı üstə gəl 4x, y kvadratı minus 6y, mənim müxtəsər vurma üstünü, yox, onu vermir. Müxtəsər vurma üstünü verir. Görün, x minus 2-nin kvadratı mənə nə verir? X kvadratı üstə gəlsin 4x, üstə gəlsin 4 verirmi? Hə? Bir dənə nəyə çatışmır? Bir dənə 4'ü çatışmır da. X kvadratı plus 4x var, bir dənə 4'ü çatışmır, düzdürmü? Yazıram onu. X kvadratı üstə gəl 4x, üstə gəl 4. Aşağılar, görün bu sizə y minus 3'ün müxtəsər vurma düsturundan kvadratını verirmi? Y kvadratı birincinin ikinci yarısının kimisi 6y, bir dənə nəyə çatışmır? 9'u. Yazıram onu. Y kvadratı minus 6y plus 9 bərabərdir 0. 13'ü yazmadım. Deyil niyə? 13 9 ilə 4'ün cəmi deyilmi? Hə? Onu parçaladım. 4'ü burada, 9'u burada. Və 13'ü yazmama nə? İndi sizə bu nə verirdi? X plus 2'nin bağlanmış kvadratı. Bu nə verirdi? Y minus 3'ün bağlanmış kvadratı. Bərabərdir 0. Bu 0 olduğuna görə cəmlər ayrı-ayrılıqda 0'a bərabərdir. X plus 2 bərabərdir 0. X'i neçə tapdım? -2. Y minus 3 bərabər 0. Y neçə tapdım? 3. Sizdən nəyə soruşurdu aşağılar? X, Y hasilini -2'ni vuracaqsınız 3'ə. Elədi neçə? -6. Всё.